İmişlidə baş verən hadisə, sonra Bakıda baş verən bu hadisə, bunlar sıradan bir hadisə deyil. Bunlar xaricdən bizə qarşı olan bir güc nümayişidir və bunlar məqsədli bir təxribatın nümunələridir və bunun yenə nümunələri və davamı ola bilər. Bu cür təxribatlar baş verə bilər. Və burada yəni söhbət ondan gedir ki, bəzən biz düşünürük ki, çətin dövrlər arxada qaldı. Xeyr, çətin dövrlər qarşıdadır. Qarşıdakı dövr kifayət qədər mürəkkəb bir dövr olacaq. Və bu dövr ağır bir dövr olacaq. Çünki dünya nizamı işləmir, kim kimə istəyir, hücum edir, kim hansı dövlət, hansı dövlətə qarşı hansı addımı atır. Bunun bir mexanizmi, cəza tədbirləri, artıq BMT qətnaməsi bunların heç biri işləmir. Və ona görə bugün növbəti dövr olduqca mürəkkəb bir dövrdür. Azərbaycan çox tarixi bir mərhələdə münaqişəsini həll etdi. Amma indi isə bizim müstəqilliyimizə qarşı təhdidlər davam edəcək. Və biz bunun müxtəlif nümunələrini görəcəyik. Bu, zaman-zaman başqa-başqa kontekstdə özünü göstərəcək. Bəzən dini müstəvidə, bəzən ideoloji müstəvidə, bəzən mədəni müstəvidə bu təxribatların biz nümunələrini görəcəyik. Birinci, vətəndaşlar çox ayıq-sayıq olmalıdır, çox diqqətli olmalıdır. İnformasiyalara yanaşmada bizim bir həssaslığımız olmalıdır. Qaldı ki, bu təbii ki, bu işləri bir adamın vasitəsilə həyata keçirmək qeyri-mümkündür. Və burada proses gedir, əlaqələr öyrənilir, araşdırılır və dindirilmə aparılır və s. Bu prosesdə nə qədər insanın iştirakı varsa, o proses sona kimi araşdırılacaq və onlarla bağlı müəyyən addımlar atılacaq. Çünki yenə də biz ona gəlirik ki, Azərbaycan daxilində müəyyən bu cür qrupların və qruplaşmaların yaradılması cəhdləri var. Onların maliyyələşdirilməsi, onların yönləndirilməsi cəhdləri var. Yəni hələ də bəzi dövlətlər Azərbaycan daxilində özləri üçün sosial baza yaratmağa çalışırlar.